Bəli, minlərlə abituriyent tələbə adını qazandı, lakin yerli ali təhsil ocaqları ilə yanaşı xaricdə təhsil almaq istəyənlər də az deyil, qayğılıdırlar. Çünki aldanmaqdan qorxurlar. Oxusalar diplomları Azərbaycanda tanınacaqmı? İxtisas seçimləri zamanı abituriyentlərin bir çoxu xaricdə təhsilə üstünlük verir. Lakin xaricdə fəaliyyət göstərən bəzi universitetlərin diplomu Azərbaycanda tanınmır. Bu isə sonradan həm iş tapmaqda, həm də təhsili davam etdirməkdə ciddi problem yaradır. Xarici təhsil almaq istəyirəm Türkiyədə. Prosta diplom təsdiqlənməz birdən, ona görə narahatam. Bir çox abituriyent təhsilini xarici ölkələrin nüfuzlu universitetlərində davam etdirmək istəyir. Amma diqqətli olmaq lazımdır. Maraqlanıram ki, hansı universitetlərin diplomları bizim ölkədə təsdiqlənir. Xaricdə təhsil almağı planlayıram. Əsas nəzərə aldığım şeylərdən biri diplomların Azərbaycanda və digər xarici ölkələrdə tanınmasıdır. Elə universitetlər var ki, Azərbaycan hal-hazırda onları tanımır və onların diplomları ilə işə girmək biraz problem yarada bilər. Mən də daxil məsələn xarici ölkədə oxuyub, o qədər əziyyət çəkib təhsil alıb, sonra bu ölkəmdə öz ölkəmi təhsilini inkişaf elətdirmək istəyəndə və diplomun tanınmaması həqiqətən bir tələbə üçün çox pis haldır. Ekspertlər deyir ki, xaricdə fəaliyyət göstərən universitetlərin diplomunun tanınmamasında bir neçə səbəbi var. Diplom adətən bir neçə halda tanınmır. Birincisi, əgər universitetin öz ölkəsində akreditasiyası yoxdursa, yəni dövlət tərəfindən rəsmi şəkildə tanınmırsa, daha sonra təhsil müəssisəsi yalnız diplom satan, yəni real dərs keçməyən qurum olarsa, yaxud da tələbə bakalavr və ya magistr dərəcəsi deyil, sadəcə kurs və ya sertifikat proqramı bitiribsə. Bundan başqa qeyd etmək istəyirəm ki, distant və ya tamamilə onlayn təhsil üzrə verilən diplomların tanınmasında da ciddi məhdudiyyətlər var. Xaricdə təhsil almaq istəyən abituriyentlər aldanmamaq üçün nəyə diqqət etməlidirlər? İlk növbədə universitetin rəsmi akreditasiyasını yoxlamaq lazımdır. Hər ölkədə təhsil müəssisələrinin dövlət reyestri olur, ora baxmaq vacibdir. Eyni zamanda tövsiyə edirəm ki, Azərbaycanda diplomun tanınıb-tanınmaması ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi saytında yerləşən məlumatlarla tanış olsunlar. Abituriyentlərə mütləq şəkildə buradan tövsiyəm odur ki, yəni tam zamanlı proqramlara üstünlük verməlidirlər. Ekspert deyir ki, bəzi şirkətlər imtahansız qəbul, tez diplom, hər kəs qəbul olunur kimi şübhəli vədlərlə gəncləri aldadır. Buna görə də hər kəs universitetin reytinqini, məzunların təcrübəsini araşdırmalı, forumlarda və rəsmi mənbələrdə əlavə məlumat toplamalıdır. Günəş Rzayeva, Əfqan Bayramov, Fidan Səfər, Spice xəbər.